Hər kəsə salam dostlar, 11-ci dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə biz şahmat oyununun əsas məqsədi olan mat haqqında danışacağıq. Deməli, biz rəqibimizə şah verdiyimiz zaman rəqib öz şahını müdafiə edə bilmirsə, yəni bizim şah verən fiqurumuzu vura bilmirsə, şahını hər hansı bir xanaya qaça bilmirsə və bizim şah verən fiqurumuzun hücum yolunu kəsə bilmirsə, bu zaman rəqib mat olmuş olur və mat olan zaman oyun dərhal bitir və biz oyunun qalibi olmuş oluruq. Yəni qısaca, biz rəqib şaha hücum etdiyimiz zaman rəqib öz şahını müdafiə edə bilmirsə, mat olmuş olur. Və bu arada sizə belə bir maraqlı məlumat verim. Deməli, şahmat sözü bizə fars dilindən gəlib. Fars dilində şah sözü kral, mat isə aciz qaldı, məğlub oldu mənasını verir. Yəni şahmat ifadəsi şah aciz qaldı, şah məğlub oldu. Yəni oyun bitdi kimi başa düşülür. İndi isə gəlin mat anlayışını daha yaxşı başa düşməyiniz üçün sizə nümunələrlə izah edim. Deməli dostlar, gəlin bu nümunəyə baxaq. Bu nümunədə biz ağlarla oynayırıq və məqsədimiz qara şahı mat etməkdir. Ümumiyyətlə siz rəqibinizi mat etmək istəyirsinizsə, mütləq rəqibinizin şahına hücum etməlisiniz. Yəni şah verməlisiniz. Siz rəqibə şah vermədən onu mat edə bilmərsiniz. Yəni biz rəqibimizi mat etmək istəyiriksə, əvvəlcə baxmalıyıq ki, biz hansı fiqurumuzla hansı xanadan rəqibə şah verə bilirik. Bu nümunədə görürük ki, biz vəzirimizlə D8 xanasına gəlsək, onda rəqib şaha hücum etmiş oluruq. Və rəqib öz şahını heç bir şəkildə müdafiə edə bilmir. Baxın, şahımızla D8 xanasına gəlirik və şah mat. Rəqibi mat etmiş oluruq. Gördüyünüz kimi rəqib öz fiqurları ilə bizim vəzir fiqurumuzu vura bilmir. Şahını hər hansı bir xanaya qaça bilmir, çünki bizim vəzirimiz bütün xanalara nəzarət eləyir və bizim hücum yolumuzu öz fiqurları ilə kəsə bilmir. Və belə olduğu halda rəqib şah özünü müdafiə edə bilmədiyi üçün mat olmuş olur. Bu arada şahmatda bu nümunədə də sizə göstərdiyim kimi bəzi şablon mat növləri var və bu mat növlərinin özünə məxsus adı var. Məsələn, sizə göstərdiyim bu nümunə backrank mate adlanır. Yəni bu bizim dildə tərcümədə arxa sıra matı, sonuncu sıra matı, dəhliz matı kimi tərcümə oluna bilər. Arxa sıra matı şahın öz piyadaları tərəfindən sıxışdırıldığı və topumuzun və yaxud da vəzirimizin onu mat etdiyi vəziyyətə deyilir. Və arxa sıra mat olmamaq üçün siz həmişə şahınızda bir çıxış yolu açmalısınız. Baxın, deyək ki, burada gediş qaralardadır və qaralar H6 oynayaraq şahına qaça biləcək bir yol açır. Və belə olduğu halda biz gəlib rəqibə şah verdiyimiz zaman artıq gördüyünüz kimi rəqib H7 xanasına qaça bilir və mat olmamış olur. Deməli dostlar, indi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə yenidən məqsədimiz ağlarla qara şahı mat etməkdir və biz bilirik ki, rəqibi mat etmək istəyiriksə mütləq rəqibə şah verməliyik. Və belə olduğu halda biz görürük ki, J1 xanasındakı topumuzu J8 xanasına gəlsək rəqibə şah vermiş oluruq və atımızı F7 xanasına gəlsək rəqibə şah vermiş oluruq. Gəlin bu gedişlərə bir-bir baxaq. Deməli, deyək ki, topumuzla J8 xanasına gəldik və rəqibə şah verdik. Növbəti gedişdə şah gəlib bizim müdafiəsiz top fiqurumuzu vuracaq və biz topumuzu itirmiş olacağıq. Ona görə də bu gediş düzgün bir gediş deyil. Amma biz atımızla F7 xanasına gəldiyimiz zaman artıq rəqibi mat etmiş oluruq. Gördüyünüz kimi at fiquru H8 xanasına nəzarət edir, yəni rəqibə şah verir. Rəqib də şahını çəkməlidir və görürük ki, rəqib şahını sadəcə J8 və J7 xanalarına çəkə bilər. H7 xanasını çəkə bilməz, çünki H7 xanasında öz piyadası var. J8 və J7 xanalarına da bizim topumuz nəzarət etdiyi üçün artıq şah heç yerə gedə bilmir və künc matı olmuş olur. Və bu matda bayaqki nümunədə olduğu kimi şablon bir mat nümunəsidir və corner mate, yəni künc matı adlanır. İndi isə dostlar, gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə oynama sırası qaralardadır və biz qaralarla rəqib şahı mat etməliyik. Biz vəzirimizlə H1 və yaxud da Y1 xanalarına gələrək rəqib şahı mat edə bilərik. Baxın, deyək ki, Y1 xanasına gələk və gördüyünüz kimi rəqib mat oldu. Çünki şah fiquru heç yerə qaça bilmir. Baxın, şahın gedə biləcəyi xanalar bu oxlarla işarətlədiyim xanalardır. Amma qara şah bu xanaları nəzarət etdiyi üçün və qara vəzir də birinci üfüqi xəttə nəzarət etdiyi üçün artıq şah heç yerə qaça bilmir və mat olmuş olur. Deyək ki, burada vəzir olmasın,
top fiquru olsun. Biz yenidən görürük ki, topumuzla H1 xanasına gəldiyimiz zaman rəqibə şah vermiş oluruq. Baxın, topumuzla H1 xanasına gəlirik və rəqib yenidən mat olur. Çünki vəzirlə də olduğu kimi top birinci üfüqi xəttə nəzarət edir və bizim şahımız da D2, C2 və B2 xanalarına nəzarət etdiyi üçün ağ şah mat olmuş olur. Deməli dostlar, indi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə bir mat şablonudur və pilləkən matı adlanır. Baxın, gördüyünüz kimi burada J6 xanasındakı top fiquru 6-cı üfüqi xəttə nəzarət edir. Yəni şah fiquru artıq B6 və A6 xanalarına gələ bilməz. İndi gediş ağlardadır. Biz H8 xanasındakı topumuzla H5 xanasına gələrək rəqibə şah vermiş oluruq. Gördüyünüz kimi toplar 5-ci və 6-cı üfüqi xəttə nəzarət etdiyi üçün şah artıq bu xanalara gələ bilməz. Deməli, rəqib şah ya B4 ya da A4 xanasına gələcək. Deyək ki, rəqib B4 xanasına gəlir. İndi isə biz J6 xanasındakı topumuzu J4 xanasına gələrək yenidən rəqibə şah veririk. Baxın, top J4 oynayırıq və yenidən toplarımız 5-ci üfüqi xəttə və 4-cü üfüqi xəttə nəzarət etdiyi üçün şah bu xanalara gələ bilmir. Deməli, rəqib şah ya A3, ya B3, ya da C3 xanalarından birinə gəlməlidir. Deyək ki, C3 xanasına gəlir və biz yenidən digər topumuzla H3 xanasına gəlirik. Baxın, gördüyünüz kimi toplar bu üfüqi xəttlərə nəzarət edir. Şah yenidən qaçmalıdır və biz yenidən digər topumuzla J2 xanasına gəlirik. Baxın, gördüyünüz kimi toplar bu xanalara nəzarət edir. Şah məcburdur birinci üfüqi xəttəki bir xanaya getsin və belə olduğu halda biz artıq topumuzla birinci üfüqi xəttə gəlirik və rəqibi mat etmiş oluruq. Baxın, şahın gedə biləcəyi xanalar bu oxlarla işarətlədiyim xanalardır və toplar isə birinci və ikinci üfüqi xəttlərə nəzarət edir. Belə olduğu halda rəqib artıq heç bir xanaya gedə bilmir və mat olmuş olur. Deməli dostlar, 11-ci dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.